Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Amma ba'd. Değerli kardeşler, Allah subhanahu teala bizleri xeyirlərə müvəffəq etsin. Bizleri bütün özünün razı qalacağı bütün əməllərə müvəffəq etsin. Allah'ın izniyle bugün inşallah silsiletu sıfətil Abdurrahman, İbadirrahman, yani Allah subhanahu teala'nın kulları kimlerdir ve onların sifətləri hansılardır, ondan danışacağıq. İbadirrahman, Allah-u Rahmanın qullarının müəyyən vəsifləri vardır. Yəni bir vəsiflərlə biz heç bir zaman kifayətlərini yetinə bilmərik. Yəni nə bir dərsə bütün vəsifələri sığışdıra bilərik. Yəni inşallah bugün onlara aid olan bir neçə vəsifdən, sifətdən bəhs edəcəyik. O da odur ki, el-xavf min azabillah. Rahmanın qulları Allah subhanahu teala'nın onlara etdikləri bu dünyadakı əməllərini, pis əməllərin qarşılığını əzabla verməsindən qorxarlar. Yəni Allah Teala ilə qarşılaşdıqda Allah Teala'nın əmr və yasaqlarına, boyun əymədiklərinə görə Allah Teala onları əzabla yaxalayacağından qorxarlar. Deyilir ki, فَإِنَّ مِنْ أَبْرَ صِفَاتِ عِبَادِ الرَّحْمَنِ الَّتِي ذُكِرَتْ فِي سُورَةِ الْفُرْقَانِ وَالْخَوْفِ مِنْ عَذَابِ اللّٰهِ تَعَالَى. Allah Teala'nın öz qullarını vəsf etdiyi Furqan surasının keçən ayədə deyilir ki, onlar da ki Allah subhanahu wa ta'ala'nın əzabından qorxan. Bu onların, yəni İbadirrahmanın, Allahın qullarının ən uca vəsiflərindəndir. İbadirrahmanin, yəni Allahın qullarının ən gözəl, belə ən öndər sifətlərindəndir ki, onlar Allahın onlara əzab verməsindən qorxardılar. وَلِذَلِكَ فَإِنَّهُمْ دَوْمًا يَسْأَلُونَ اللّٰهَ تَعَالَى أَنْ يَصْرِفَ عَنْهُمْ عَذَابَ جَهَنَّمْ. Onlar daima Allah Teala'dan onlara üz verecek cehennem əzabını onlardan soğuşturmasını istəyərdilər, dua edərdilər. Ya Rab, cehennem əzabını bizden uzaq et. Bu da El-Furqan surasının 65. ayəsində Allah Teala buyurur ki, وَالَّذ۪ينَ يَقُولُونَ رَبَّنَا اصْرِفْ عَنَّا عَذَابَ جَهَنَّمَ اِنَّ عَذَابَهَا كَانَ غَرَامًا. Deyir ki, o kəslər ki, o müminlər ki, o Allah'ın qulları yekuluna, deyərlər ki, Rabbana, ey bizim Rabbimiz, isrif anna azabe cehennem, cehennem əzabını bizden soğuştur, bizden qırağı elə. Sonra onun vəsfini deyirlər ki, həmən ki, İbadirrahman, çünki Allah'ın əzabının bir mənada onlar bilirlər, xəbərləri var idi ki, deyirlər ki, nədir? İnna azabeha kana gharama, çünki Allah sənin o cehennem əzabın daimidir, əbədidir, qalıcıdır. Müəyyən bir faniliyi yoxdur. Bu, yani bir yer məqamı gəlmişim, bu əhl-i sünnə və cəmanın rəyidir ki, əmcə nəim də vəl-əzəb də əbəddir. Amma ki, buna müxalif olan müxaliflər, əşairə deyirlər ki, elə bir gün gələcək, cəhənnəm əhli cəhənnəmdə daşa dönəcək və cənnət əhlinin də niməti fani olacaq, yox olacaq. Yəni sonunda hər bir şey fani olacaq. Bu isə, yəni əhl-i sünnə və cəmanın müxalif olan bir görüştür. Ve huna caa ta'bir bil fi'l mudari yaqulun. Deməli burada Allah Teala həmən öz qullarını vəsf edərkən deyir ki, ümumiyyətlə Quranda o keçən ayələrin təbirlərinə baxsaq, yəni hətta feilin işlədilməsi indiki zamanda və ya keçmiş zamanda işlədilməsi o başqa bir faydanı ortaya qoyur. Deyir ki burada onlar deyirlər ki yaquluna, indiki zamanda işlədiyi feildir. İndiki zaman feilidir ki deyirlər. Dediler yok. Deyəcəklər de yok ki, deyirlər. Yəni, ümumiyyətlə, ərəb dində indiki zaman feili bir şeyin istimrar etməsini bildirir. Yəni, bir şeyin davam etdi olmasını bildirir. Bu da o nədir ki, bu məna odur ki, onlar daima, yəni bir dəfə Allah Teala'ya əzabdan sığınmaq yox, onlar daima bunu göz önündə, iki gözünün arasında saxlayarlar. Daima zihinlərində İnne Rabbena srif an azabe cehennem inne azabeha kana garam. Ey Allah'ım, cehennem odunu bizden soğuştur, bizden qırağı et, bizi onlardan, onu bizden uzak et ve həqiqətən onun əzabı çox şiddətlidir, daimidir. Bunu daima öz dillərində yeniyərlər. Yəni bunu bir dəfə deyib kifayətlənməzlər. وهكذا يجب أن يكون حال المؤمن خائفا من الله وجل مع كونه محسنا مسارعا في الخيرات. Daima bu insanın mümin bir kimsədirsə, bunun halı belə olmalıdır. Daima xeyirlərə can atan, xeyirlərə yarışan və bununla yanaşı Allah subhanahu wa ta'aladan qorxan olmalıdır.
غayre muhterrun bi a'malihi mehma kanet. Kema qala subhanahu. Yəni nə qədər əməl sahibi olsa belə, əməllərində hansı dərəcəyə çatsa belə, ya öz nəzdindəki mən müəyyən əməllərə çatmışam. Məsələn, həcc etmişəm, artıq ümrə etmişəm. Ən fəzilətli ayda məsəl üçün həcc etdim və ən fəzilətli Ramazan ayında ümrə etdim. Müəyyən bir fəzilətli əməlləri öz gözündə, öz nəzdində gecə namazlarına dururam. Və yaxud da ki, cemaatlıqda 5 vaxt namazı məsciddə və s. bu kimi insana xoş gələn, insan nəfsini, mümin bir nəfsi rahatlatan bu əməlləri gördükdə insan özlüyündə istər-istəməz, bu çünki insanda olan təbii bir, ona qoyulmuş bir təbii bir xislətdir ki, o əməllərlə qürurlanmağa, övünməyə başlayar. Övünməyə başlayar, lovğalanmağa başlayar. Lakindir ki, Allah Teala xəbər verir ki, yox, əsl məsələ belə deyildir. Allah Teala El-Mu'minin surəsinin 60-cı ayəsində bu düşüncələri yıxaraqdan deyir ki: "Vellezine yu'tuna ma ataw ve qulubuhum vacilatun annahum ila rabbihim raciun." El-Mu'minun 60-da Allah Teala deyir ki: "Vellezine yu'tuna ma ataw" deyir ki, onlara verdiğimiz kimsələr El-Mu'minin surəsinin 60-cı ayəsində Allah Teala buyurdu ki, onlara nemətlərimizdən verdiyi kimsələr o nemətləri xatırlayar və yəni qəlbləri həmən əməllər üzərində qorxu içərisində olarlar. Əməl edərlər və bununla yanaşı qəlbləri qorxu içərisində olar. Yəni qəlbinin qorxması o məna deyil ki, yəni bir şeydən uzaqlaşmaq yox. Buradakı Allah Teala'nın onlara verdiyi qorxu, yəni əməllərinin qəbul olmamasından şübhələnərlər. Zənn edər ki, əməlləri qəbul olmaz. Çünki insanın qəlbində qorxu yoxdursa, müəyyən bir əməlin başlanğıcında müəyyən əməllər var ki, hissi əməllər, daxili, mənəvi əməllər, o əməldən öncədir, əməl əsnasındadır, əməldən sonradır. Əməldən əvvəl gərək qorxu olmalıdır və niyyətin gözəl olmalıdır. Əməl əsnasını kimə göstərmək olmamalıdır və sonunda isə əməlin yəni qəbul olub olmamasından qorxmalısan. Və həm ümid və qorxu içərisində olmalısan. Və deyir ki, "Ennahum ila rabbihim raciun" və onlar da qorxu içərisində olarlar və öz Rəblərinə qayıdacaqlarına ümid edərlər. Qalət Ayşə, bu ayəni oxuduqdan sonra Ayşə radiyallahu anhə deyir ki, "Ya Rasulallah, humullezine yesruquna və yeşrabunal xamr." Yəni bu əməl edirlər və əməlin arxasınca qorxurlar. Yəni bu kimsələr oğurluq edən, içki içən kimsələr demir ki, yəni edirlər, qorxurlar ki, çünki onsuz ki bu əməli etsələr, bu içki içməkdir, başqa günah. Burada misal çəkildi 2 dənə. Yəni buna bütün əməlləri, günah əməlləri şamil edə bilərsən. Hər hansı bir əməl ola bilər. Yəni bu əməli edirlər, qorxurlar ki, bu əməl onlardan qafil olmalı. Yəni bu kimsələr demir, qorxan kimsələr və Allah Teala Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, "La yebneti siddiq." Ey Siddiqin qızı, yox, bu belə deyildir. Yəni sənin fikirləşdiyin kimi deyil. "Velakinnahumullezine yasumuna ve tasaddaquna ve yusalluna ve hum khaifun alla taqbala minhum." Lakin onlar namaz qılanlar, sədaqə verənlər, oruç tutan kimsələrdir. Lakin sonunda onlar qorxarlar ki, bu qədər əməl etdik, sonunda Allah Teala bizdən qəbul etmədi. Ravahu Tirmizi və Sahhahu'l Albani. Yəni hədisi sahih hədisdir. Və həmçində Allah Teala başqa ayədə əməlin qəbul olub olmamasını bilən insan Allah Teala'nın bu ayəsini oxuya bilər ki, "İnnəmə yetəqəbbəlullahu minəl muttəqin." Həqiqətən Allah Teala yalnız müttəqi qullardan, yəni özündən qorxan qullardan qəbul edir. Fəl-mu'minu beynəl xavf və-rəca yarcu rahmetallah və yaxaf azabə. Allah insan daima mömin və xüsusən ki mömin daima yəni ümid etməlidir. Mən əməl edirəm. Yəni birisi daima yəni bu nə üçün bunu deyilir ki, ümid və qorxu daima ikisi bir yerdə olmalı. Bu belə bir-birinə mülazim əməllərdəndir. Bunları birisini buraxsan həlak olursan, birisindən tutsan həlak olur. Lakin necət yolu, qurtuluş, yəni ikisini bir yerdə cəm etməlisən. Əməl etməlisən və onun qəbul olmamasından qorxduğun kimi və onun da Allah Teala dərgahında xeyrə nəsib olaraqdan, yəni əcrini qazanacağını ümid etməlisən. İki şey arasında, yəni bu iki əməlin arasında yer tutmaq lazım.
Ey qardaşlarım, qala əhlul ilmi innəmə yəxafu min azabillahi ma'a mutaatihim lahu səbəb əmreyn. Deyilir ki, alimlər deyirlər ki, bir insan itaat varsa və itaatla yanaşı Allahın əzabından qorxmasında iki səbəb vardır. İtaat edir, Allaha tabeçilik edir və bununla yanaşı qorxu varsa, deyir ki, o da iki şeydən qaynaqlanır. Birincisi odur ki, əvvələn xavfuhum min adamil istimrar fil istiqamə. Onlar doğru yolda, yəni sabit qalmamağından qorxarlar. Əməl var, lakin bununla yanaşı qorxu varsa, deyir ki, bu iki əmri, iki işi özündə cəlb edir. Birincisi, onlar həmən əməl üzərə sabit qalmayacaqlarından qorxarlar. Ola bilsin ki, mən məsəl üçün bugün 5 vaxt namaza gələ bilirəm və məndə qorxu var, qalaq var, narahatçılıq var, sabah onu edə biləcəm. Bu il orucu tutdum, gələn ya çatmaram, ya da ki, müəyyən bir xəstəlik üz verir və s. Əməl üzərinə sabit qalmaqdan qorxarlar. Li'annal qulub beyni yedeyli yuqallibu keyfe yeşə. Çünki qəlblər Allah Taala'nın iki əlindədir və onu istədiyi kimi, istədiyi kimsə üçün istədiyi yerə çevirə bilər. Wal insanu la yedri bima yextimu lah. İnsan bilmir ki, sonu onun nə ilə sonlana bilər. Və lezələkə kana min duai Nəbi sallallahu aleyhi və səlləm. Və bunu düşünən bir kimsə, bunu öz təfəkkürünə yerləşdirən bir kimsə, Peyğəmbər sallallahu aleyhi və səlləmin bu duasının necə mühüm, necə dəyərli olduğunu anlayır. Çünki hər bir dua müəyyən bir xatırlatma əsnasında öz dəyərini daha çox canlandırır, öz dəyərini qazanır. Və adi məsəl üçün vaxtlarda edirsən, lakin insan başqa bir imanları əlindən çıxan insanları gördükdə özündə olan o sabitliyi görə Allah Teala şükür edir. Bu zaman Peyğəmbər sallallahu aleyhi və səlləm bu duası həqiqətən eşitdikdə sanki o elə bir o duanı birinci dəfə eşitirsən və o sənin qəlbində əlavə bir təsir yaradır ki, odur ki, Allahumma ya muqallibəl qulub səbbit qalbi ala dinik. Ey qəlbləri çevirən Allahım, mənim qəlbimi dinində sabit saxla, sabit qədəm et. Başqa, çünki indiki zamanımızda insanların dinə gəlməsindən daha çox azdıracaq vasitələr daha asanlaşdırılıb. Aydın. Birincisi odur ki, sabit qalmaqdan qorxarlar. İkincisi isə fəhum li xawfihim min adam qabul a'malihim. Onlar əməl etdikdən sonra əməllərin qəbul olmamasından qorxarlar. Və lizələkə qala Əbu Darda radiyallahu anhu, yəni bu mənada Əbu Darda radiyallahu anhu der ki, li'an astayqina anna Allaha qabila minni salatan xayran minəd-dünya, xayrun minəd-dünya və mə fiyhə. Mənim, Allah Teala'nın mənim bir namazımı qəbul etdiyimi bilməyim, mənim üçün dünya və onun içindəkilərdən daha xeyirlidir. Aydın. Və Allah Teala buyurur ki, və qala Allahu azze və cəl, innəmə yetəqabbəlullahu minəl-muttəqin. Əl-Məidə 27-ci ayətdə deyir ki, həqiqətən Allah subhanahu və Teala yalnız müttəqi qullardan qəbul edər. Geride qalan sual altında. Lakin Allah Teala yəqinlə qoydu ki, Allah Teala yalnız müttəqi qullardan özü ilə günahlar arasında, yəni insan özü ilə günahlar arasında maniyə qoyaraqdan, yəni sədd çəkərəkdən, özünə qalxan götürərəkdən o şəhvani, o nəfsani istəklərə mən edir, onu əli ilə qırağa çəkir, itəliyir və Allaha sarı yönələr. Belə olduqda insan müttəqi zirvəsinə ucalar və müttəqi zirvəsinə ucalan kimsə üçün də əməllərinin qəbul olması daha asanlaşar. Yəni o öz nəzdində onu qəbul olmasını bilməz. Lakin Allah Teala dərgahında əməli məqbul olan əməllərdən sayılır. Və kana nəbiyyuna sallallahu aleyhi və səlləm və huve seyyidul əməl və musəlin. Bizim Peyğəmbər sallallahu aleyhi və səlləm Peyğəmbərlərin, Rasulların seyidi idi, öndəri idi, başçısı idi. Və imamul muttəqin və müttəqilərin də öndə gedənlərindən idi, imamlarından sayılırdı. Qablə ən yəzbəhə udhiyyətəh yəsəlullahəl qabulə feyüsəmmi və yəqul Allahümmə təqabbəl min Muhammed və min əli Muhammed. Bu cür, yəni mötəbər, müttəqilərin imamı olmasına baxmayaraqdan Peyğəmbər sallallahu aleyhi və səlləm qurbanlıq heyvanı kəsdikdə Allah Teala'dan etdiyi bu əməlin qəbul olmasını istəyərdi.
Deyərdi ki, Allahım, ey Allahım, Muhammeddən və Muhammedin əhlindən bunu qəbul et deyərəkdən Peyğəmbər sallallahu aleyhi və səlləm dua edərdi. Yəni özünü bu qədər öndər, bu qədər imam, Seyyidul Ənbiyə və Mürsəlin olmasına baxmayaraqdan, gəlmiş və keçmiş günahların bağışlanmış olmasına baxmayaraqdan, yenə də müttəqi olmasına baxmayaraqdan, yenə də Allah Taala'dan öz əməlinin qəbulunu istəyər. Çünki heç bir kimsə bu dünyada müttəqi yəqinliyi, yəni müttəqi şəxsiyyəti, vəsiqəsi ona, şəxsiyyət vəsiqəsi ona verilməyib. Hətta özü barəsində yəqin olsun ki, artıq mən müttəqilərdənəm. وَلَمَّا أَتَمَّ الْخَلِيلِ وَإِسْمَعِيلِ عَلَيْهِمَسَّلَامِ سَأَلَ اللّٰهَ الْقَبُولَ. Həmçində İbrahim və onun oğlu İsmail aleyhissalam etdiyi əməldən sonra yenə də Allah Taala'dan qəbul istədilər. Əl-Bəqara surəsinin 127-ci ayəsində Allah Taala buyurdu ki: وَإِذْ يَرْفَعُ إِبْرَاهِيمُ الْقَوَاعِدَ مِنَ الْبَيْتِ وَإِسْمَاعِيلُ رَبَّنَا تَقَبَّلْ مِنَّا إِنَّكَ أَنْتَ السَّمِيعُ الْعَلِيمُ. Əbul Ənbiyə deyilir İbrahim aleyhissalam və onun oğlu da İsmail aleyhissalam. Yəni öndər bir kimsələrdən. Buna baxmayaraqdan Allah üçün əməl edir. Yəni məscidin bünövrəsini qaldırdıqda, Kəbənin bünövrəsini qaldırdıqda İsmaillə bərabər dua edərdi ki, İbrahim aleyhissalam, ey Rəbbimiz, təqabbel minnə, bu işimizi, bu əməlimizi bizdən qəbul et. Çünki İnnəkə əntəs-semi'u, çünki sən eşidənsən, bilənsən. Kana ba'du salihin yebki iza qara hadhihi al-ayat və yəqul ma balu xalilullah yaxafu alla yetaqabbala min. Bəzi salih kimsələrdən rivayet olunur ki, onlar bu ayəni, yəni İbrahim aleyhissalamın Allahdan bu əməli etdikdən sonra qəbul etməsini, bu ayəsini qəbul etməsini istədikdən sonra, yəni bunu istəməsinə görə oxuduqda sələflər bu ayəni oxuduqda ki, İbrahim aleyhissalam Allahdan əməl edir və bunun qəbul olmasını istəyirsə və bizim halımız necə olmalıdır da? Aydın, bunu düşünərlər, bunu tədəbbür edən salih kimsələr var idi. Ağlayardılar ki, bu ayəni oxuyanda ki, onlara İbrahim Xalilullah'a və Allahın dostuna bax, əməl edir və onun qəbul olmasını Allahdan istəyir. Və belə olur ki, bizim halımız necə olar? وَقَدْ كما أحوجنا إلى الخوف من عدم القبول والسؤال لله تعالى دوما أن يتقبل منا. Və həmçinin bizlər Allah Taala'dan qorxmağa və əməllərimizin qəbul olmamasına və əməllərimizin də Allah Taala'dan qəbul olmasını istəməyimizə daha çox biz müstahacıq. Daima biz qorxmalıyıq və Allah Taala'dan əməllərimizin qəbul olmasını istəməsini diləməliyik, istəməliyik. Çünki əməl hal-hazırda, yəni xeyir əməllər çoxdur, qapılar çox. Lakin bəzən insan qafil qalır, xəbərsiz qalır. Bunun üçün insan nə etməlidir? Qayıtıb Allah Taala'nın etdiyi əməlin qəbulunu istəməlidir. Və qad kana Nəbiyyən sallallahu alayhi və səlləm əksəru nasi ibadətən və əksəruhum xawfan minallah və huvel qail. Peyğəmbərimiz sallallahu alayhi və səlləm insanlar içərisində ən çox ibadət edən və Allah Taala'dan ən çox qorxan kimsə özünü deyərdi ki, əmə inni ətqakum lillahi və axşakum ləh. Peyğəmbər sallallahu aleyhi və səlləm belə həyat tərzində bütün ibadətini, sanki onun həyatı Qur'anın vəsfidir. Qur'anın təzahürü Peyğəmbər sallallahu aleyhi və səlləm. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm dini Qur'an idi. Həmçinin xuluq və əxlaqı da Qur'an idi. Qur'anın yaşayardı. Və bu təcəlli, yəni bu məzahir onda bu təcəllini Peyğəmbərdə barındırdı ki, deyir ki, əmə inni ətqavum, sizlər içərisində Allah Teala ən çox qorxan kimsə elə mənəm deyərdi. يجد مرة تمرة في ملقاة على الأرض فيقول لولا أني أخشى أنها من تمر الصدقة لأكلتها. Yolda, yani evində xurma tapar, yerdə xurma tapar. Deyər ki, mən sizin içərisində Allahdan ən çox qorxan olmasaydım, həmçinin bu xurmanın da sədəqə xurmalarından olduğunu bilməsəydim, mən bunu yeyərdim. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm sədaqə Peyğəmbər sallallahu aleyhi və səlləm üçün haram idi. O qorxur ki, o yerdən götürdüyü o xurma onun sədaqə olar və onu isə ona günah yazılar. Və fil hadithi ənə nəbiyyə sallallahu aleyhi və səlləm qamə bi ayətin yuraddiduha hatta sabah və hiyə qavluhu.
Hatta Peygamber sallallahu aleyhi ve sellem bu ayəni səhərə qədər oxuyar, təkrarlayardı. İn tuazzibuhum fe innahum ibaduk ve in tagfir lahum fe inneke entel azizul hakim. Ey Allahım, in tuazzibuhum fe innahum ibaduk. Sen eğer onlara əzab versən, şübhəsiz onlar sənin qullarındır. Ve in tagfir lahum fe inneke entel azizul hakim. Ve onları əff etsən, həqiqətən sən qüdrət və hikmət sahibisən. Ey qardaşlar, İzâ nazarna fî sîrəs sahâbe və təbi'in lehum bi ihsânin vecednâ əxşən-nâsi lillâhi vecednâhum əxşən-nâsi lillâhi və əşəddən-nâsi xavfun minallâhi azəbə. Biz əgər sahabənin, tabiinlərin həyat yollarına baxsaq və onların Allah Teala'dan ən çox qorxan və əməllərə daha çox tələsən kimsələr olduğunu görərik. Və hâzâ Əbu Bakr radiyallahu anhu min şiddeti xavfi minallahi ennehu zükira ennehu kâne yemsiku lisâneh ve yekûl. Əbu Bakr radiyallahu anhu Sıddiq, o insanlar içərisində, sahabələr içərisində deyək və insanlar içərisində Allah Teala'dan ən çox qorxan kimsələrdən idi. Buna baxmayaraqdan rəvayət olunur ki, o deyərdi ki, dilini tutar, deyərdi, hədəlləzi əvradənil məvarid. Deyir ki, bax, budur məni cəhənnəmə bədbəxtçiliyə aparan. Və kânə yebki kəsirən. Çox ağlayar və yəqul, ibku fə illəm təbku fə təbəku. Ağlayın. Əgər ağlamaq bacarmasaz, özünüzü ağlatmaya çalışın. Və qalə vədəttu ənni şa'rətin fi cəmbi ində mümin. Və insanlardan bəziləri əməllərini, o hesabı düşünən, bəzən bu elə bir əməldir ki, bu qorxu belə nəsilliklə ötürülüb keçiriləcək bir şey deyil. Və həmçində belə alış-verişin sonunda qazanılan bir şey deyil. Bu, insanın özünün iktisab etdiyi, özünün çalışıb qazandığı bir əməldir. O sələfin həyatlarını fikirləşək deyirlər ki, kaş ki mən deyir, müminin üzərində olan bir tük kimi olardı. Yəni bu ona dəlalət edir ki, onlar həqiqətən bu dünya nəzərdə onlar üçün dəyərsiz idi. Və axirət hesab onların gözündə o qədər böyümüşdü ki, yəni onlar kaş ki deyər ki, kaş ki biz insan olmalıydıq. Bu da ona dəlalət edir ki, əməlləri var idi və onunla yanaşı qorxu var idi. Və bu qorxu onları o hesabla qarşılaşmaqdan onları qadağan edərdi. Yəni onları mane törədərdi. Və hədə Ömər bin Xattab və fi vecihi xattan əsvədən minəl buka min xəşidillah. Ömər bin Xattab radiyallahu anh deyir ki, ağlamaqdan biz bunu təsəvvür edə bilmirik. Çünki görməmişik, yaşamamışıq. Deyir ki, ağlamaqdan üzündə deyir 2 dənə qara xət olardı. Və qilə ənəhu rubbama təəthir bisma'iyyəti minəl Quran həttə yəuduhu nəs fil beyti mimmə əsabə. Deyir ki, o oxuduğu bir ayədən və ya da eşitdiyi bir ayədən o qədər təsirlənərdi ki, insanlar o təsirə düşər, yəni hətta xəstə olardı və insanlar onu ziyarət edərdilər. Və min dəlik ənəhu mərətən qara surətə dur ilə ən bələq. O da ki, günlərin bir Dur surəsində bu ayəyə qədər oxudu ki, İnnə əzə rabbikə ləvaqi'. Dur surəsi 7-ci ayəsində bu ayəyə kimi oxur. İnnə əzəbə rabbikə ləvaqi'. Həqiqətən sənin Rəbbinin əzabı vaqi olacaqdır, artıq görünəcəkdir. Fəbəkə və iştərbukə həttə marid və aduh. Deyir ki, bu ayəni oxudu, ağlamağı çoxaldı, hətta xəstə düşdü və insanlar da onu ziyarət etdilər. Və həzə Ali ibn Əbi Talib. Baxın, bu Ali bin Əbi Talib radiyallahu anhu. Xavfu minallahi teala. Allah Teala'dan qorxusuna baxın. Və kənə yeştəddi xavfu min ithneyn. 2 şeydən qorxar idi. Və 2 şeydən qorxması şiddətlənərdi. Tulul əməl və ittiba'il hava. Uzun arzular içərisində olması və havasına, öz nəfsi istəyinə uyması bu ki 2 xislətdən daha çox qorxardı. Qalə fəəmələ tulul əməl fəyənsəl əxirə. İnsanın uzun arzuları ahireti unutturar, insanın nəfsinə uyması isə insanı haqdan uzaqlaşdırar. Ələ və innəd dünya qad vəllət mudbirətən. Artıq dünya dönüb geçmiştir. Artıq ahirət qarşıdadır. Hər bir bu 2 kimsənin övladları vardır.
Sizlər də axirət övladlarından olun. Və la takun min abnaid. Dünya övladlarından olmayın. Fe innel yevme amel ve la hisab. Ve gadan hisab ve la amel. Bugün əməl var, hesab yoxdur. Sabah hesab var, əməl yoxdur. Və kana Abdullah ibn Abbas asfala aynayhi misl şerikil bali min dum. Abdullah ibn Abbas həmçində onun da gözünün altında ağlamaqdan xəttər, yəni şiş yaranardı. Həmçində və bəkəl Hasan ibn al-Basri rahimehullah fəqilə ma yubkik. Deyir ki, ağlayırsan, sən ağladan nədir? Nə olub? Kimisə itirmisəm, yaxınım mı ölüb? Qalə əxafu ən yatrahani gadan fin-nar və la yubali. Qorxuram ki, sabah Allah Teala məni cəhənnəmə atsın, sonra mənə dönüb baxmasın. فَأَيْنَ نَحْنُ مِنْ اُولَٰئِكَ الْأَخْيَارِ. Ve bizim de halımıza bakın ki onlara karşısında bizim halımız, bizim yerimiz haradır. Lillahi darrahum min ricali kanu fi gayetil ihsan ma gayetil khawf min Allah. Onlar öz Rəblərinə qarşı ən gözəl əməlləri edən və bununla yanaşı Allah Taala'dan qorxan kimsələr idi. Ve həmçində başqa bir ayədə Allah Teala diyor ki: "Em hasibellezine ceterahu seyyiat en nec'alahum kellezine amenu ve amilus salihati sawaen mahyahum ve mamatuhum sa'a ma yahkumun." Cəsiyə surəsi 21-ci ayəsində Allah Teala buyurdu ki: "Yoxsa günah qazananlar onlar həyatda olduğu kimi ölümdən sonra da iman gətirib yaxşı işlər görənlərlə eyni tutacağımızı güman edirlər, nə pis mühakimə edirlər." Əlbəttə ki, Allah Teala yaxşı iş görənlərlə pis iş görənləri ahirətdə eyni tutmaz. Allah Teala bu dünyada möminə etdiyi yaxşılığa iki şey verər. Amma kafir bir şey verər. Bu da möminə həm bu dünyada xeyrini verər, ahirətdə də əcrini verər. Lakin mömin kafir isə bu dünyada etdiyi yaxşılığın bu dünyada verər, ahirətdə onun heç bir qazancı olmaz. Hədis səhih hədisdir. Və həmin qala İmam Əhməd rahimehullah yenbəği ən yekun xawfu və ricauhu vahidən. İmam Əhməd deyir ki, belə olduqda xawf və rəca bunu bəhs etdikdə gərək bu iki şey insanda bir cəsəd kimi, bir hissə kimi olsun. İki hissədən ibarət. Bəzən xawf, bəzən qorxu, ümidi, bəzən də ümid qorxunu üstələməsin. İkisi eyni, iki şey insanda daima bir hissə kimi olsun. فَلَا يَغْلُ خَوْفُ وَلَا يَغْلُ بِالرِّجَى. Yəni nə qorxu, ümidi, nə də ümid də qorxunu üstələməsin. Qadə rahiməhullah İmam Əhməd deyir ki, فَأَيُّهْمَا يَغْلُبُ هَلَكَ صَاحِبُهُ. Onlardan birisini üstələyərsə, qalib gələrsə, sahibi həlak olur. لِأَنَّهُ اِنْ غَلَبَ الرِّجَى وَقَعَ الْاِنْسَانِ فِي الْأَمْنِ مِنْ مَكْرِ اللّٰهِ. Əgər onda rica, ümid, hissləri üstün gələrsə, o sonda Allah Teala'nın məkrindən, hiləsindən o əmin olar. Axırda Allah Teala onu yaxalayar. Və in qalabul xawf vaqa fi qunuti min rahmetillah. Əksi də, əgər günah onda, yəni qorxu onda üstələrsə, qorxu çox olarsa, sonda Allah Teala'nın rəhmətindən Allah Teala'nın rəhmətindən ümidini üzməyə gətirib çartar. Bu da sonda Allah Teala buyurur ki, Allah Teala'nın rəhmətindən ancaq yolunu azmış kimsələr ümidini üzərlər. Allah Teala buyuruyor ki: "Vaqad cema'a vaqad ja'a cemi' ma baynal khawf ve raja fi kitabi ve sünne vadihan celiyen ki kavli Teala." Qorxu və ümidi bir edən Qur'anda və sünnədə yetəri qədər dəlillər vardır. Allah Teala buyurur ki: "Nebbi ibadi enni enel gafurur rahim." Burada rica ve enne azabi huvel azabul alim. El-Hicr suresinin 50. ayəsində Allah Teala buyurdu ki: "Nebbi ibadi ey Muhammed kullarıma xəbər ver enni enel gafurur rahim. Mənim günahları bağışlayan, mənim gafur, mənim rahim olan və enne azabi huvel azabul alim." Və sonda isə bilin ki, mənim əzabım çox şiddətlidir. Burada birinci bizə rahatlıq yarandı ki, Peyğəmbər xəbər verir ki, Allah Teala gafurdur, rahimdir, bağışlayandır, mərhəmətlidir, günahdan keçəndir. Amma ayənin arxasındadır ki, və enne azab, əgər belə olmasa, əzabın da şiddətlidir. Və həmçinin Allah Teala buyurur ki: "İnne rabbeke seri'ul iqabi ve inne legafurur rahim." Həqiqətən Allah Teala tez aqibə edən, yəni cəza verən və həmçinin o gafurdur, rahimdir.
Və həmçində bu hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, Dəxələ alə şəbin və huvə fil mevt fəqalə keyfə necidükə. Peyğəmbər sallallahu aleyhi və səlləm ölüm ayağında olan bir cavan kimsənin, bir cavan kimsənin yanına daxil olur ki, necə də halın? Qalə vallahu ya Rasulallah, ənni ərcullaha və inni əxafu zunubi fəqalə sallallahu aleyhi və səlləm. Ey Rasulallah, mən Allahdan etdiyim əməllərin yaxşılıqla qarşılaşacağıma ümid edirəm və günahlarıma görə də Allahdan qorxuram deyir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, La yectemi'an fi qalbi abdin fi misli hədəl mevtin illə ə'tahullahu ma yercu və əmənəhu mimmə yəxaf ravahu Tirmizi və sahəhul Əlbani. Deyir ki, bu məqamda, bu halda özündə iki şey cəmlənən elə bir kimsə yoxdur ki, Allah Teala ona rica etdiyini, ümid etdiyini versin və onun qorxduğundan onu əmin etsin. Başa düşürdülər? El-xavf minallah yerfa'l xavfu minel xaifi yevmil qiyamə. El-xavf minallah yerfa'l xavfu minel xaifi yevmil qiyamə. Bu dünyada insanın Rəbbindən, Allahdan qorxması, qiyamət günündə isə o qorxulacaq olan Allah Teala'dan insanı qorxmaqdan yüngülləşdirər. Bu dünyada qorxan kimsə üçün qiyamət günündə asanlıq vardır. Və həmçində Allah Teala deyir ki, o qudsi hədisdə və izzəti və cəlali, izzətimə və cəlalımı and olsun. La əcmə' alə abdi xavfeni və əmneyn. Məndir ki, mən qulumda iki qorxunu və iki əminliyi heç vaxt eyni arada cəm etmərəm. İdə xafəni fid dünya əmməntehu yevməl qiyamə. Əgər o bu dünyada məndən qorxarsa, bilsin ki, qiyamət günündə mən o əmin amanlıqdadır. Və idə əminəni fid dünya əxfaftuhu fil əxirə. Bu dünyada məndən əmin olarsa və qiyamət günündə də mən onu qorxuya salaram deyə Sahhahul Əlbani fi Sahih Tərğibdə buyurdu. Və nəsəlullaha Teala ən yec'ale minəl-ləzīne yercûne rəhmətə və yaxşavne azabə. Sonda isə biz Allah Teala'dan əzabından qorxub və rəhmətini rica edən kimsələrdən istəyirik. Və sallallahu ala nəbiyina Muhammed və ala alihi və sahbihi və səlləm.